Salam ərəb dilini öyrənmək istəyənlər. Bugündən sizinlə ərəb dil dərslərinə başlayırıq. Ərəb dilində 28 hərf var. Ərəb dilində 28 hərfin 28-i də samit hesab olunur. Saitlər hərəkələrlə göstərilir. Qarşıda biz bu haqda məlumat verəcəyik. Ərəb dilində hərflər sağdan sola yazılır və oxunur. Ərəb dilində hərflər 2 və 4 şəkilli olur. Biz bugün 2 hərfdən bəhs edəcəyik. İlk hərfimiz əlif hərfi. Əlif hərfinin Azərbaycan dilində qarşılığı olmadığına görə transkripsiyada apostrofla göstərilir. Əlif hərfi öz-özlüyündə heç bir səs bildirmir. Köməkçi hərəkələrlə ə, i və u səsini verir. Əlif hərfi şəkilli hərflərdəndir. Sərbəst forması, özündən əvvələ birləşən forması. İkinci hərfimiz B hərfidir. B hərfi 4 şəkilli hərflərdəndir. Azərbaycan dilində B kimi tələffüz olunur. İncə səslənir. B hərfinin sərbəst forması, əvvəl forması, hər iki tərəflə birləşən forması və son forması. Biz bugün 2 hərf haqqında məlumat verdik. Ərəb dilini öyrənmək ümidi ilə Allah'a əmanət qalın.